İlhami xanımla sevgili olduğumu deyirdilər. Görək kimdir bunu deyən. Aktyor Firdevs Atakişiyev mərhum xalq artisti İlham Quliyeva ilə bağlı səslənilən iddialara münasibət bildirib. Təbii istinad edirəm Milli.az-a. O bir televiziya verilişlərinin birində qonaq olarkən İlham Quliyeva ilə əməkdaşlığından danışıb. O bildirib ki, xalq artisti ilə uzun müddət müxtəlif layihələrdə çalışsa da münasibətləri yalnız iş çərçivəsində olub. Atakişiyevin sözlərinə görə İlham Quliyeva ilə işləmək onun üçün çətin olmayıb və aralarında hər zaman qarşılıqlı hörmət, gözəl münasibət mövcud olub. Aktyor qeyd edib ki, onların əlaqəsi yalnız sənət fəaliyyətindən ibarət idi. O vaxtilə haqqında yayılan sevgi münasibəti iddialarının həqiqəti əks etdirmədiyini vurğulayıb. Atakişiyev bu cür fikirlərin əsassız olduğunu bildirərək ailə dəyərlərinə hər zaman böyük önəm verdiyini bildirib. Deyir ki, çoxları deyirdi ki, İlham Quliyeva ilə sən sevgilisən, yəni sevgili olmamışıq. İlhami xanımla səmimi, rəsmi münasibətimiz var idi. Onunla gecə-gündüz bir restoranda oturub yeyib içdiyimiz bəzilər kimi olub, yəni yemişik, içmişik də. Sonra da desinlər ki, İlhamə mənim qarşıma düşdü. Onun nə qədər tünd, pis xasiyyəti var desələr də sənətkar idi. Mən də onun sənəti üçün kliplərə çəkilirdim. Ondan geriyə mahnılar qalıb. Belə, yəni İlhami xanımla bağlı Firdevsi təəssüratlarını bölüşüb və qeyd edib ki, çoxları deyir ki, biz sevgiliyik. Amma Firdevsi müəllim, mən başqa bir adamı eşitmişdim ki, İlhami xanımla Quliyevanın sevgilidir. Həm də İlhami xanımın axı yaşı da o yaş deyildi, sevgili olsun kiminləsə. Son illəri ümumiyyətlə səhhətində problemlər var idi, əsəbi idi, gərgin idi. Mən fikirləşirəm bu doğru sizlə bağlı söylənilən xəbər olmayıb.